Salam hər kəsə. Qrammatika suallarının izahını biraz əvvəl kanalda paylaşdım. Daxil olub izləyə bilərsiniz. Videonu paylaşın ki, daha çox insan faydalanmış olsun. İndi isə keçək növbəti suallara, mətn suallarına. İlk öncə mətni oxuyaq. Görək bizdən nə istəyir, nəyi tələb edir. Birinci mətnimiz gördüyünüz kimi bədii mətndir. Adından da bax, İlanlının dərdi. Oxuyaq görək dərdi nəymiş. Aslan torpağı suya həsrət qalan, qara yelin yandırıb yaxdığı bu kənddə doğulmuşdu. Yaxşı yadımdadır. 10-12 yaşı ancaq olardı. Deməli 10-12 yaşı varmış. Bir gün xırmanda vəl sürürdü. O il quraq keçdiyindən zəmilər yanmış, kəndlilər səpdikləri toxumları güclə yığmışdılar. Axşama doğru günəş çəkilsə də, nəhəng qayalar, qupquru bağlı yanıq torpaq susuzluqdan yanırdı. Sonra bürküdən təngə gəlmiş Aslan və atası evə qayıdırdılar. Aslan yanıqlı soruşdu. Ata, bu gen dünyada məcər yer yox idi ki, babalarımız bu çılpaq qayalar arasında kənd salıb, hələ bir adını da İlanlı qoyublar. Elədir oğlum, bu gen dünya bir zaman ata-babalarımızın başına dar idi. Aşağıdakı bütün yaxşı yerlər, başıqarlı dağlar, axıb gələn coşqun çayların keçdiyi, kəndlərin suvardığı bərəkətli torpaqlar bəylərin, xanların mülkü idi. Deməli, həmin o torpaqlar kimlərin mülküdür deyir? Bəyin, xanın. Bəs sonra niyə yaxşı yerlərə köçmədiniz? Oğlunun bu məzəmmətli sualı deyəsən kişinin ürəyinə toxundu, onu yaman incitdi. Dönüb narazı bir nəzərlə oğluna baxdı və dedi. Bala, yaxşı oğul ata-baba yurdunu atıb getməz. Bacarsa abad edər, bacarmasa onunla bir yerdə batıb gedər. Bəs niyə abad etmədiniz? Ata hələ uşaq hesab etdiyi oğlundan deyəsən bu sualı gözləmirdi. O duruxdu, ayaq saxladı. Deyəsən, oğlu da dayandı. Ata və oğul bir an bir-birlərinin üzünə baxdılar. Sonra ikisi də gözlərini kənara çevirib ətrafa nəzər saldı. Kəndin bomboz evləri ətrafdakı boz qayalıqdan seçilmirdi. Nə bir kol var idi, nə bir yarpaq. Aslan uşaqlıqdan arzularla yaşayırdı. Deməli, bunun uşaqlıqdan arzuları varmış. Kağızda rəngbərəng karandaşlarla kəndin şəklini çəkər, onu fəvvarələr, aləlvan güllərlə bəzəyərdi. Böyüdükcə arzuları da onunla bərabər böyümüşdü. Ən böyük arzusu Qu gölündən doğma kəndlərinə su çəkmək idi. İllərlə Aslan bu mövzuda kitablar oxudu, müzakirələrə qoşuldu. Nəhayət deyəsən axtardığı cavabı tapmışdı. Bugün Aslan gənc mühəndis olaraq məşhur professorla birlikdə bu yolda ilk addımı atmaq üçün doğma kəndinə gəlmişdi. Arzuları Çin olurdu. Baxaq indi 37-ci suala. Mətndə əvvəlində işarə qoyulmuş ifadələr əsasında cədvəldəki doğru fikirləri müəyyən edin. Deməli, baxacaq üçbucağa, bir də kvadrata. Elə gəlin, buradakı kvadrata baxaq. Nəzər saldı. Nəzər salmaq, yəni göz gəzdirmək mənada. Nə deyir burada? Şair illərlə yaşadığı evə sonuncu dəfə göz gəzdirdi. Deməli, buradan 4 doğrudur. Məcazi mənalı qarşılığın işləndiyi cümlə lazımdır bizə. Ona görə 4-ü götürəcəyik. Ana söhbət edə-edə gözaltı övladın hərəkətlərinə baxdı. Burada məcazi deyil. Üçbucağa nə verib? Baxaq. Təngə gəlmişdi. Təngə gəlmək, bezmək mənada işlənib. Baxaq cümləsinə. İşçi hər gün eşitdiyi tənqidlərdən boğaza yığılmışdı. Doğru. Dəfələrlə eyni şeylər təkrarlamaqdan cana doymuşam. Bu da doğru. Qardaşım evdəki səs-küydən bezib həyətə çıxdı. Burada məcazi deyil. Ona görə doğru cavabımız 1, 2, 4. C variantı olmuş olacaq. Baxaq növbətiyə. Mətnə əsasən yanlış fikirləri müəyyən edin. Yanlışlar istəyir. Aslanın verdiyi suallar. Görək Aslanın nə verdiyi suallar əsasən nə olub? Atanın əhval-ruhiyyəsində müxtəlif dəyişikliklərə səbəb olur. Bəli, bu doğrudur. Çünki baxın, burada deyirik, oğlunun məzəmmətli sual deyən kişinin ürəyinə toxundu, onu yaman incitdi. Yəni, oğluna o verdiyi sualları ata gözləmirdi. Ona görə bir doğrudur, biri çıxaq, bir gedir.
Sonra 2-də ata-babaların bu yerlərdə məskunlaşmasının səbəbini aşkara çıxarır. Nə deyirdi orada? Deyir ki, Bəyxan nəslinə aid idi də bu yerlər. Ona görə 2-də gedir, düzdür. 3-də nə deyir? Kəndin bu gününə və gələcəyinə laqeydlik ifadə edir. Laqeydlik deyil, daha ümidlidir. Ona görə 3-ü götürəcəyik, yanlışdır. Atanın doğma torpağa münasibətini müəyyənləşdirir, doğrudur. Sonra nə deyir? Bütün kənd cəmaatının problemin həlli üçün çıxış yolu axtardığı, kənd cəmaatı deyil də orada. Doğru cavabımız 3-dən 5 B variantı olacaq. 39-da hansı aforizm mətnin məzmununa uyğundur? Uşağın tərbiyəsinə onu tanımaqla başlamalıyıq, əlaqəsi yoxdur. Arzulamaq və təşəbbüs göstərmək bizi məqsədimizə yaxınlaşdırır. Təşəbbüs göstərmək. Baxın, doğru deyilə. Bunu götürəcəyik. Çünki orada onun məqsədləri, ümidləri var idi axı. Ən böyük zəfər insanın özünə qalib gəlməsidir, olmayacaq. Adətən kiçik işlərdə həddən çox canfəşanlıq edənlər böyük işlərə yaramırlar. Bunda əlaqəsi yoxdur. Xoşbəxtliyini öz daxilində tapa bilmirsənsə, başqa yerdə axtarma, bunun da əlaqəsi yoxdur. Keçid edək 40-cı suala. Mətndə əvvəlində rəqəmlər yazılmış, ifadələr əsasında müəyyən edin. Belə bir sual keçən dəfəki imtahanda da 5 apreldə də düşmüşdü. Baxaq indi, bu sözlə əvəz edilə bilər, bu sözlə əvəz edilə bilməz. Baxın, əvvəlində rəqəm yazılmış deyir. Baxaq görək. Əvvəlində rəqəm yazılmışlar. Bir gün xırmanda vəl sürürdü, o il quraq keçdiyindən. Qurağı rütubətli ilə əvəz edə bilmərik. Yanlışdır. Sonra 2-də nə deyir? Axşama doğru günəş çəkilsə də, günəş batsa da götürə bilərik, əvəzləyə bilərik. Sonra 3-də hanı 3 hardadır? Başıqarlı dağlardan axıb gələn coşqun çayların təlatümlü. Doğrudur. Bu sözlə əvəz edilə bilməz. 4-də baxaq. Dönüb narazı bir nəzərlə oğluna baxdı. Nəzərlə baxışla. Eyni mənada da götürə bilərik. 5-də nə deyir? Ata hələ uşaq hesab etdiyi. Baxın, hesab etdiyi, zənn etdiyi. Doğrudur. 6-ya baxaq. İllərlə Aslan bu mövzuda kitablar oxuduğu müzakirələr, məsələlər əlaqəsi yoxdur. Ona görə doğru cavabımız C olmuş olacaq. 41. Mətnə əsasən hansı xüsusiyyətləri Aslana aid etmək olar? Aslana aid etmək olar. Baxaq. Sadəlöv deyildi. Təşəbbüskar idi. Bəli, çünki indiyə qədər deyir, heç kim heç nə etmirdi. Ancaq o nəsə eləməyə çalışırdı. Ona görə təşəbbüskar idi. Sonra çalışqan idi, qətiyyətli idi, təvəzzükar idi. Çalışqan idi, bəli. Qətiyyətli idi, bəli, bu da doğrudur. Çünki öz istəyinin nail olması var orada. Ona görə 2, 3, 4 A-nı götürəcəyik. 42-də nə deyir? Mətnə görə əsaslandırılması mümkün olan fikirləri müəyyən edin. Baxaq, əvvəlki dövrlərdə ədalətsiz torpaq bölgüsü mövcud olub. Bəli, bu var idi. Çünki deyir ki, ən yaxşı yerlər Xanabəyə məxsus idi. Ona görə 1-i götürəcəyik. Sonra, doğma yurda sədaqət yüksək mənəvi dəyər kimi təqdim olunur. Bu da var idi. Aslan əlverişsiz əraziyə uyğunlaşmaqdansa oranı tərk etməyə üstün tutaraq şəhərə gedir. Yox, əlverişsiz, bu yanlışdır. 3 olmayacaq. Aslan yaxınlıqdakı göldən su çəkərək kəndin abadlığı üçün ilk addımlarını atdı. Bu da yanlışdır. Sonra 5-də təbiət hadisəsi və ərazinin coğrafi şəraiti insanlar üçün çətinlik yaradır. Doğrudur. 1, 2, 5. Sonra 43-ə baxaq. Verilmiş fikirlər mətndəki boş çərçivələrin yerinə deməli, hansı ardıcıllıqla əlavə edilsə, məzmun ardıcıllığı pozulmaz. Baxaq, Aslan atasının əhvalının pozulduğunu duydusa da, yenə inadla sual verməyə davam etdi. Baxaq indi bu xanalara. Aslan torpağı suya həsrət qalan qara yelin yandırıb yaxdığı bu kənddə doğulmuşdu. Bura yaza bilmərik. Sonra ikinci boşluq hardadır?
Bala, yaxşı, oğul ata-baba yurdunu atıb getməz. Bacarsa abad edər, bacarmasa onunla bir yerdə batıb gedər. Bəs niyə abad etmədiniz? Bax, bu biri bura yaza bilərik. Çünki deyir ki, Aslan atasının əhvalının pozulduğunu duydusa da yenə inadla sual verməyə davam etdi. Bax, yenə də başlayır sual verməyə. Çünki birin əvvəldə vermişdi, deyir, bəs sonra niyə yaxşı yerlərə köçmədiniz? Atası inciyir, sonra təzədən yenə onun əhvalının pozulmasına baxmayaraq suallar verməyə davam edir. Ona görə 4 nə deyir? Biri bura yazacağıq. Sonra 2-də nə deyir? İkinci cümlədə yalnız aşağıda kəndi ortadan bölən bir yarğanın yanındakı bir neçə həyətdə 5-6 söyüd ağacı qanadlarını sallayıb durmuşdu. Baxaq buna. Deməli deyir, kəndin bomboz evləri ətrafdakı boz qayalıqdan seçilmirdi. Nə bir kol vardı, nə bir yarpaq. Yalnız aşağıda, baxın bu ikini də bura yaza bilərik. Yəni yalnız aşağıda deyir, kəndi ortadan bölən bir yarğanın yanındakı bir neçə həyətdə 5-6 söyüd ağacı qanadlarını sallayıb durmuşdu. Sonra 3-ü hara yaza bilərik? Oxuyaq. Uşaqlıqdan qayalıqların arasında oynaq çəpişləri otarmış, boş vaxtlarında atasına kömək etmiş, bu yerlərin təbiətinə isinmişdi. Söhbət deməli kimdən gedir? Aslandan getmiş olur. Bunu da birinci xanaya yazacağıq. Baxın bura. Çünki birinci cümlənin davamıdır. 4-də baxaq. Xəyallarında yaratdığı kəndinə xoşagəlməz ilanlı adı əvəzinə cürbəcür qəşəng, sevimli adlar qoyardı. Baxçalı, çeşməli, laləli. Bunu da yazacağıq sonuncuya. Deməli 3, 1, 2, 4. Doğru cavabımız C variantı. Sonra keçid edək 44-cü suala. 44-də nə deyir? Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. İlanlı kəndi nəhəng çılpaq qayalarla əhatə olunmuşdur. Doğrudur. Biri götürəcəyik. Sonra kəndin yeni layihəsində su fəvvarələrinin tikilməsi, fəvvarə adiyyatı yoxdur. Kənd əhalisi ata-babalarının vəsiyyətinə görə kəndi, burada vəsiyyət məsələsi yox idi. 2, 3-ü çıx. Bax, cavab avtomatik çıxır. 1, 4, 5. Kənd sakinlərinin məsuliyyətsizliyi və səhlənkarlığı su çatışmazlığına səbəb olur. Yanlışdır. Aslan atasının arzusunu gerçəkləşmək üçün mühəndis peşəsinə yiyələnir. Yanlışdır. 45-də nə deyir? Mətnə əsasən cədvəli doldurun. Cədvəl sualıdır, biz görmürük. Mətndə üzərində rəqəm yazılmış sözlər əsasında cədvəl, yenə cədvəl cavab kartında olduğu üçün biz bunları görə bilmirik. Belə bədii mətnimizin izahını verdim. Dəstək olmaq üçün abunə olmağı və paylaşmağı unutmayaq.